Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə ətirli və ləzzətli qızılgül mürəbbəsinin hazırlanmasını paylaşacağım. Resepti bəyənəcəksinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Qızılgül dəstələrini əlimə alıb dəstələdim və uc hissəsindəki olan ağları mətbəx qaydası vasitəsilə kəsdim. Əgər o ağ hissəni kəsməsəniz, mürəbbədə bişəndən sonra acılıq verir. Bu cür hamısını dəstələyəndən sonra uc hissəsindəki ağları kəsdim. Onu da qeyd edim ki, məndə hardasa 300 qram qızılgül var idi. Təmizləyəndən sonra 200 qram təmiz gül ləçəyi alındı. Bu cür hamısını təmizləyib qutarandan sonra axar suyun içərisində 3 dəfə, 4 dəfə tərtəmiz yudum və kənarda suyu süzülməyə qoydum. Ocağın üzərinə bir leğen qoydum. Leğenin içərisinə 200 qram gül ləçəyinin üzərinə 2 litr su tökdüm. 30-35 dəqiqədə ləçəklər yumşalana qədər pişirdim. Çox gözəl yumşalmışdı. Mən kənarda bir boş qabın içərisinə suyun içərisindəki ləçəkləri yığdım. Əgər yığmaq sizin üçün çətindirsə, süzədə bilərsiniz. Tam yığıb qurtardıqdan sonra suyun içərisinə 1 kilo 600 qram şəkər tozu əlavə etdim. Yəni 200 qram gül ləçəyinin içərisinə mən 1 kilo 600 qram şəkər tozu əlavə etdim. Demək olar ki, 100 qrama 800 qram şəkər tozu əlavə etdim. Əgər biraz çox olsa, bişəndə xarlaya bilər. Onun üçün də norması budur. Mən hər dəfə bu cür hazırlayıram. Şəkər tozu tam əridikdən sonra kənarda yığdığım ləçəkləri suya əlavə etdim. Bir 30-35 dəqiqədə ocağın üzərinə yandırdım, gür xodda pişməyə qoydum. Artıq mət halındaydı, suyu çəkilmişdi. Bir çay qaşığı limon duzu əlavə etdim. Limon duzunu əlavə edən kimi ocağın altını söndürdüm. Rəngi də gözəl idi, çox gözəl də mətbəx qoxusu var idi. Allah hər kəsin ruzisini bol bərəkət diləsin. Allaha amanat olun, göz haqqınızı halal edin. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm.